Bəyəqdan şəhərdəyəm, Boltda dayanmadan kartla sifarişlər atqaz edirəm. Birindən də götürmüşəm, deyirəm qaqaş kartlandır, mən ləğv eləyəcəm, indi sifarişi başqa taksi çağırır. Deyir onda işləməli, deyirəm ki, qardaş, başa düşmürsünüz siz. Boltda kartla gedişlər olanda biz o pulu nağdlaşdıra bilmirik. Əziyyət çəkirik, 15-20 gün ayaq döymüşəm Boltun ofisini, çıxarılmamışam o pulu. Axırda balansına xərcləmişəm gedibdir. Başa düşürəm, kart dövrüdür, hamı kartdan istifadə edir. Ancaq siz də anlayış göstərin. Ki, çıxartmaq olmur, Boltla verməyin də Boltda kartla sifariş. Nağd verin, sürücünün kartını atın. Və yaxud da hamımızda Boltun tətbiqi var. Götürün, yazın ki, xahiş edirəm, bir dənə nağdlaşdırma proqramı düzəldin, sürücülər götürə bilsin sifarişi. Nə deyim, valla.